Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Sual olunur ki, niyə Şiə məzhəbi gündəlik namazlarını 5 dəfə deyil, 3 dəfə yerinə yetirirlər? Baxın, əvvələn bunu nəzərinizə çatdırım ki, Şiə məzhəbi gündəlik namazlarını, gündəlik vacib namazlarını 3 dəfə yox, 5 dəfə yerinə yetirirlər. 3 dəfə yetirmək dedikdə bu nəzərdə tutulur ki, zöhr və əsr namazını birləşdirib 8 rükət qılasan və bu 8 rükətin sonunda bir dənə salam verəsən. Və eyni zamanda məğrib və işa namazını birləşdirəsən, 7 rükət qılasan və bu 7 rükətin sonunda bir dənə salam verəsən. 3 dəfə dedikdə bu nəzərdə tutulur. Amma məlumdur ki, Şiə məzhəbi bu şəkildə namaz qılmır. Zöhr namazını 4 rükət qılıb və sonunda salam verir və eyni zamanda əsr namazını qılıb qurtardıqdan sonra bu 4 rükətin sonunda salam verir. Eyni zamanda məğrib və işa namazında da bu şəkildədir. Amma bu namazların, yəni zöhrlə əsr namazının arasında olan fasilə və eyni zamanda məğriblə işa namazının arasında olan fasilə ki var, bunlara neyinir? Bunları riayət eləmək bizim məzhəbdə vacib deyildir. Səbəbi də Həzrəti Peyğəmbərin bu şəkildə əməl etməsidir. Səhih sənədlə, İmam Sadiq əleyhissalam səhih sənədlə Həzrəti Peyğəmbərdən nəql edir. Buyurur ki, Həzrəti Peyğəmbər günlərin bir günü zöhr və əsr namazını və eyni zamanda məğrib və işa namazını da fasiləsiz neynədi? Yerinə yetirdi. Həzrəti Peyğəmbərdən bunun səbəbi barəsində səhabələrdən biri soruşur ki, görəsən namaz barəsində yeni bir hökm mü nazil olub Mütəallah barəsində? Peyğəmbər cavab verir ki, xeyr, heç bir səbəbi yoxdur, heç bir əmr Mütəallah tərəfindən bu barədə qeyd olunmuyor. Fəqət aradduan uvasiyə alə ümməti, mənim ümmətimə rahat olsun deyənə, buradakı vaxta riayət etməsinlər deyənə, mən bu şəkildə namazı yerinə yetirdim. Və eyni zamanda məğrib və işa namazında da ümmətimə rahat olsun deyənə, ümmətim çətinlik çəkməsin deyənə, mən bu arada olan fasiləni götürdüm. Vəssalamu aleykum və rəhmətullah.